Günəş sistemdə verilmiş enlikdə zenitdə olanda, yəni 40 şimal dairəsi. Ankara şəhərinin. Ankara şəhərinin günorta vaxtı günəş şüaları müvafiq olan hansı bucağı altında düşəcək? Birinci məsələ həllərində mütləq addımlar və ardıcıllıqları doğru düzgün eləməliyik ki, məsələnin cavabına daha tez çıxaq. Birinci addım, məsələ həllində birinci addım verilənləri yazmalıyıq. Verilən nədir? Deməli, Ankara şəhərinin yerləşir 40 şimal dairəsi. Bu da bərabərdir. Verilən məntəqənin coğrafi enliyi bizim düsturumuzda. İkinci, bu verilib. İndi gəlin digərlərinə baxaq və 0 ekvator üzərində 23.5, 23.5 şimal-cənub tropiklər üzərində zenitdə olanda günəş düşmən bucağını tapaq. Birinci 0-dan başlayaq. Deməli, 0 enlikdirsə, deməli, günəşin zenitdə olduğu məntəqə bərabərdir ekvator. 0 görən kimi. Ekvator. Bu da bərabərdir 0 dərəcə enlik. Bu zaman günəşin düşmə bucağı, yəni günəş ekvatorun zenitdə olanda düşmə bucağı bərabərdir 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi bərabərdir 90 çıxılsın, bu da 40-dır. Bərabərdir 50 dərəcə. Deməli, ekvator zenitdə olanda Ankaraya 50 dərəcə bucağı altında düşəcək. İndi keçək digərini. Gördünüz, birinci verilənləri yazdıq, sonra keçdik məsələ həllinə 2. Sonra keçək növbətiyə. Yenə ikinci şərt, yenə verilənləri yazırıq. Bu zaman 23.5 cənubu götürək. Günəşin zenitdə olduğu məntəqə bərabərdir 23.5 cənub dairəsi. Yenə verilənləri yazdıq. İkinci addım 1, 2. Sonra düsturu yazırıq. Üçüncü addım. Günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın. Verilən məntəqənin coğrafi enliyi plus minus günəşin zenitdə olduğu məntəqə. Yəni, bu üçüncü addım. Sonra verilənlər növbəti dördüncü addım. Verilənləri qoyaq yerinə. Günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın. Verilən məntəqə neçədir? 40 şimal dairəsi. Plus minusunu deyəcəm. Günəşin zenitdə olduğu məntəqə 23.5 cənub dairəsi. Biri cənub, biri şimal olanda bunların dərəcə fərqini tapmaq üçün toplayırıq. Və bərabərdir 90 çıxılsın. 43, 23, 63.5 bərabərdir 26.5 dərəcə. Deməli, 23.5-də cənub dairəsinin günəş zenitdə olanda 26.5 dərəcə bucağı altına düşəcək Ankara şəhərinə. Sonra növbəti keçək. Yenə verilənləri günəşin zenitdə olduğu məntəqə dəyişir. Bu zaman olur 23.5 şimal dairəsi. Yenə düsturumuzu yazaq. Günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın. Verilən məntəqənin coğrafi enliyi plus minus günəşin zenitdə olduğu məntəqə. Verilənləri yazaq. Günəşin düşmə bucağı bərabər 90 çıxılsın. Verilən məntəqə 40 şimal dairəsi. Günəşin zenitdə olduğu məntəqə deməli 23.5 şimal dairəsi. İkisi də şimal dairəsi olduğu üçün çıxırıq. Bu da bərabər 90 çıxılsın. 90, 40-dan 16.5 və bərabər 73.5. Deməli, günəş şimal tropikində zenitdə olanda 73.5 dərəcə bucağı altına düşəcək Ankara şəhərinə. Növbəti, verilən hadisələr hansı tarix üçün səciyyəvidir? Günəş şimal tropikində zenitdədir. Şimal tropiki deyən kimi, deməli, günəş 23.5 şimal dairəsində zenitdədir. Deməli, yay gün dönümüdür. Yay gün dönümü. Deməli, şimal yarımkürədə daha çox isinir. Deməli, şimalda gündüz uzunluğu daha çoxdur. Cənubda qış fəsli başlayır. Bəli, qış fəsli başlayır. Cənub qütb dairəsinin qütb gecəsi, şimal qütb dairəsində isə qütb gündüzüdür. Bəli, bu deməli hansı tarixdir? 22 iyunda. 22 iyun. B variantı. Sxema sizin 22 iyun tarixinin hansı məntəqədə gündüz uzunluğu 12 saatdan az olduğu müəyyən edir. 22 iyunda günəş, 22 iyun deyən kimi yay gün dönümü.
yay gündönümü deyəndə günəş hansı yarımkürəsidir? Şimalı daha çox. Şimal. Və gündüz uzunluğu harda çoxdur? Şimalda çoxdur. Gündüz. Bu da nə deyir? 12 saat hansı? Ekvatorda 12-dir. Ekvatorun yuxarı gedəndə gündüz uzunluğu 12 saatdan çoxdur. Çünki yay gündönümü deyil, 22 gün deyil. Ekvatordan cənubda isə 12 saatdan azdır. 12 saatdan az deyilən Y deyil. Hansı coğrafiyalikdə fəsillər daha aydın müşahidə olunur? Fəsillər ümumiyyətlə orta enliklərdə daha aydın müşahidə olunur. Məsələn, biz burada 85 şimal endarəsini götürə bilərik. Bu da bir fəsil demək olar ki, 2 şimal endarəsinin burada daim istidir. 14 cənub burada da demək olar ki, 2 fəsil müşahidə olunur. Burada cavab 4, 5, 6 D variantı. Hər iki tropik xətti ilə kəskin yeganə materik, deməli, hər iki tropik xətti ilə kəskin yeganə materik Afrika materikidir. Günəş sistemində verilmiş enliklər zenitdə olanda 30 şimal. İndi Qahirə şəhərini bayaq tapdığımız kimi. Birinci addım. Verilənləri yazırıq. Deməli, Qahirə bərabər 30 şimal endarəsi. Bu da bərabərdir verilən məntəqənin coğrafi enliyi. Baş hərflə yazırıq. Verilən məntəqənin coğrafi enliyi. Sonra indi keçək yenə sıfırdan başlayaq. Günəşin zenitdə olduğu məntəqə bərabərdir 0 dərəcə. 0 dərəcədirsə, deməli ekvator üzərində zenitdədir. İndi bu ikinci addım. Yenə verilənə yazırıq. Üçüncü addım. Düsturumuzu yazırıq. Ekvator zenitdə olanda günəşin düşmə bucağı bərabər 90 çıxılsın. Verilən məntəqənin coğrafi enliyi bərabər 90 çıxılsın 30 da bərabər 60 dərəcə. Deməli, 0-da ekvator zenitdə olanda Qahirə şəhərinin 60 dərəcə bucaqlığına düşəcək. Bunlar ancaq düz səth üçün doğrudur. Meyilli üçün tamam başqa həll qaydaları vardır. Yəqin ona uyğun məsələlər çıxacaq. Sonra keçək ikinci veriləni yazaq. Deməli, birinci verilənləri yazdıq, hesabladıq. İkinci verilənləri 23.5 götürək. Günəşin zenitdə olduğu məntəqə 23.5 şimal endarəsi. Yenə üçüncü addım düsturumuzu yazırıq. Günəşin düşmə bucağı bərabər 90 çıxılsın. Verilən məntəqənin coğrafi enliyi plus minus deməli günəşin zenitdə olduğu məntəqə. Verilənə yazaq. Günəşin düşmə bucağı bərabər 90. Bunlar baş hərflərini yazıram, qısa olsun deyə. Çıxılsın. Verilən məntəqə 30 şimal endarəsi. Günəşin zenitdə olduğu məntəqə 23.5 şimal endarəsi. Bunlar eyni olduğu üçün çıxma əməli qoyuruq. Bərabərdir. 90 çıxılsın. 30-dan 23.5 çıxın. 6.5. Bu da bərabərdir 83.5. Deməli, 23.5 şimal zenitdə olanda 83.5 dərəcə düşəcək. İndi gəlin verilənlərin digərini yazaq, hesablayaq. Deməli. İndi isə günəşin zenitdə olduğu məntəqə 23.5 cənub endarəsi. Günəşin düşmə bucağı bərabər düstur eynidir. 90 çıxılsın. Verilən məntəqə coğrafi enliyi plus günəşin zenitdə olduğu məntəqə plus minus. Yəni yerinə qoyaq. Günəşin düşmə bucağı bərabər 90 çıxılsın. Verilən məntəqə 30 şimal endarəsi. Verilən məntəqənin günəşin zenitdə olduğu məntəqə daha doğrusu 23.5 cənub endarəsi. Fərqli olduğu üçün bunlar arasında dərəcə fərqini tapmaq üçün toplayırıq. Bərabərdir. 90 çıxılsın 53.5 bərabərdir 36.5. Deməli, günəş 23.4 cənub tropikində zenitdə olanda 36.5 dərəcə bucaqlığına düşəcək. Sxemdə verilmiş gündüz uzunluğunun dəyişmə əsasən ayın tarixini müəyyən edin. Ekvatorda məlum məsələdir. 12 saatlı daim. İndi fikir verək ki, gündüz uzunluğu artmağa doğru gedir. Yəni, qütbə doğru getdikcə qütb gündüzləri də olur. Şimalda, əgər biz belə baxsaq və biz görsək ki, gündüz uzunluğu harada artır? Cənubda artır, əksinə. Gündüz uzunluğu cənubda artırsa, deməli, günəş haradadır? Cənub yarımkürəsindədir.
gündüz uzunluğu cənubda artırsa və cənuba doğru getdikcə 66.5 və 90 dərəcə cənub və cənuba getdikcə gündüz uzunluğu artırsa, bu olacaq hansı tarix üçün? 22 dekabr tarixi üçün Günəş cənub yarımkürəsindədir. Xəritə sıxanın rəqəmlə göstərən məntəqələr 21 mart tarixi üçün günorta vaxt Günəş şüanın düşmə bucağının azalmasına görə sıralayın. 21 mart deyiriksə, Günəş harda zenitdədir? Ekvatorda zenitdədir. Ekvatora düşür 90 dərəcə. Və ekvatordan uzaqlaşdıqca Günəşin düşmə bucağı neyinir? Azalır. Azalmasına görə deyirsə, biz ekvator xəttinin təxminini buradan çəksək, buradan uzaqlaşdı. Deməli, ən böyük 3-dür. Sonra gələr 1, 3, 1, 4, 2. B variantı. Günorta vaxtı 21 mart günorta vaxtı Günəş şüanının Bakı şəhərinin düşmə bucağı altına hansı bucaq altına düşdüyünü müəyyən edin. Gəlin verilənləri yazaq, hesablayaq. Deməli, 21 mart deyirsə, Günəş ekvatorda zenitdədir. Bərabər 0 dərəcə. Bu da Günəşin zenitdə olduğu məntəqə. Verilənləri yazırıq birinci addım. Sonra yenə Bakının hansı enlikdə yerləşir? 40 şimal dairəsi. Bu da olacaq verilən məntəqənin coğrafi enliyi. Düsturumuzu yazaq. Əgər Günəş ekvator zenitdədirsə, Günəşin düşmə bucağı bərabərdir 90 çıxılsın verilən məntəqənin coğrafi enliyi bərabərdir 90 çıxılsın 40 bərabərdir 50 dərəcə. Deməli, cavab B variantı.